Daşlarda tarih. Əsrlərin sınağından keçən yaddaş. Əsrlər gəldi, əsrlər keçdi. Nəsillər dəyişdi, yollar dəyişdi. Lakin bu qədim daşlar olduğu yerdə qaldı. Onlar zamanın şahidləri oldular. Hər çatında bir tarix, hər izində bir ömür gizləndi. Bugün biz həmin daşlara baxarkən yalnız keçmişi deyil, öz köklərimizi görürük. Bir daşın üzərindəki izlər, bir türbənin memarlığı, bir qalanın divarları. Hamısı bir dövrün canlı şahidləridir. Səssiz görünən bu daşlar əslində zamanın ən böyük danışanlarıdır. Hər daş bir tarix, hər naxış bir mədəniyyət. Əsrlərdən gələn səs, Naxçıvanın qədim abidələri. Əsrlərdən gələn səs. Bu səs nə küləyin səsidir, nə də daşların. Bu, tarixin öz səsidir. Qədim qalaların divarlarına toxunan küləklər əsrlərin hekayələrini pıçıldayır. Türbələrin üzərindəki naxışlar qədim ustaların sənət eşqindən danışır. Köhnə kitabələr zamanın tozunu bürünsə də, üzərindəki yazılar bir xalqın keçmişini yaşatmağa davam edir. Bu abidələr susurmuş kimi görünür. Əslində isə danışırlar. Onlar savaşlardan, zəfərlərdən, dövlətlərdən, hökümdarlardan, alimlərdən, memarlardan, sənətkarlardan bəhs edirlər. Sadəcə onları eşitmək üçün tarixə sevgi ilə baxmaq lazımdır. Arazın sahilində, uca dağların qoynunda yerləşən Naxçıvan yalnız coğrafi məkan deyil. O, bəşər tarixinin müxtəlif dövrlərindən keçib gələn mədəniyyətlərin görüş nöqtəsi, qədim dövlətçilik ənənələrinin daşıyıcısı, sivilizasiyaların izlərini qoruyan canlı tarix xəzinəsidir. Bu torpağın hər qayası bir şahid, hər daşı bir salnamə, hər abidəsi bir tarix kitabıdır. Burada torpaq susmur, burada daşlar danışır. Mövzuyla bağlı professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, Tarix, Etnografiya və Arxeologiya İnstitutunun direktor müavini Vəli Baxşəliyevi dinləyək. Muxtar Respublika ərazisində aparılan araşdırmalar burada insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını və sonraki dövrlərdə də burada davamlı yaşayış olduğunu göstərir. Naxçıvan Muxtar Respublikası ərazisində olan yaşayış yerlərinin tədqiqi, xüsusilə 1-ci Kültəpə abidəsinin tədqiqi eradan əvvəl 7-ci, 6-cı minilliklərdə Naxçıvanın şimalı Mesopotamiya ilə əlaqələr saxladığını və burada xalq mədəniyyətinin müəyyən təsirə malik olduğunu göstərir. Muxtar Respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri əhəmiyyəti həm də ondan ibarətdir ki,
İndiyə qədər Cənubi Qafqazda ilk eneolit dövrünə aid abidələr yalnız Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunubdur və bu abidələrdən Naxçıvan Təpə, Bilovqaya, Uçanağıl və Uzunobada aparılan araşdırmalar həm Dalmatəpə mədəniyyətinin, həm Xalaf-Ubeyt mədəniyyətinin, həm də yerli eneolit mədəniyyətinin davamını öyrənməyə imkan verir. Naxçıvanın qədim abidələrinə baxdıqca insan anlayır ki, tarix yalnız hökmdarların və dövlətlərin hekayəsi deyil. Tarix həm də adsız memarların əlləri, sənətkarların nəfəsi, xalqın yaratdığı mənəvi sərvətdir. Bu torpaqlarda ucalan türbələr, qalalar, körpülər və yaşayış məskənləri müxtəlif əsrlərin möhürünü daşıyır. Bir tərəfdə zamanın sərt sınaqlarına sinə gələn Əlincə qala ucalır. O qala ki, azadlıq iradəsinin və məğrurluğun daşlaşmış simvoluna çevrilib. Digər tərəfdə Möminə Xatun türbəsi yüksəlir. Sanki daşdan yox, poeziyadan tikilib. Onun naxışlarında memarlığın dili, ornamentlərində isə bir xalqın estetik dünyası yaşayır. Gülüstan türbəsi, Qarabağlar türbə kompleksi, qədim yaşayış yerləri, nekropollar və qalalar. Bunların hər biri ayrı-ayrılıqda bir tarixdir. Birləşdikdə isə Naxçıvan adlı böyük bir sivilizasiyanın portretini yaradır. Bu abidələr sadəcə memarlıq nümunələri deyil. Onlar xalq ruhunun daşlaşmış ifadəsidir. Hər daşın altında bir tarix yatır. Hər naxışın arxasında bir sənətkar nəfəsi duyulur. Hər kitabədə isə bir dövrün izi yaşayır. Eradan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində Xuzal Cədəvə mədəniyyəti bu əraziyə yayılmış və burada Etuni Tayfa Birliyi, Etuni Konfederasiyası formalaşmışdır. Etuni Konfederasiyasının apardığı mübarizə Urartuların Cənubi Qafqazı, o cümlədən Azərbaycan ərazisini bütövlükdə işğal etməsinə imkan verməmişdir və bunun nəticəsində Azərbaycanın Göyçə hövzəsi, eyni zamanda indiki Qarabağ ərazisində yerləşən əraziləri, o cümlədən Naxçıvan ərazisi Urartulara müqavimət göstərmiş və bu dövlətin tərkibinə daxil olmamışdır. Naxçıvan Muxtar Respublikasının abidələri həmçinin Azərbaycanın antik və orta əsrlər tarixinin öyrənilməsi üçün də müəyyən əhəmiyyətə malikdir. Və bildiyimiz kimi Naxçıvanda zəngin orta əsr şəhərləri vardır və Naxçıvan şəhəri, Xarabacılan şəhəri, Ordubad şəhəri bunlara misal ola bilər. Xüsusilə son illər Ordubad şəhərində, Xarabacılanda aparılan tədqiqatlar zamanı Azərbaycan tarixinin olduqca dəyərli səhifələri aşkar edilmişdir. Naxçıvan abidələri bizə keçmişimizi xatırladır, köklərimizi tanıdır və gələcəyimizi qurmaq üçün güc verir. Bu abidələr bir xalqın kimliyinin daşlara həkk olunmuş möhürüdür. Onlara baxdıqca anlayırıq ki, tarix yalnız kitablarda deyil, daşların yaddaşında da yaşayır. Mətni oxudu Hüseyn Ağa Aslanov. Mətni hazırladı Samir Abbasov. Verilişin rejissoru Qızqayıt Camalova.